Heç fikir vermisiniz? Sanki maaşınızın bərəkəti azalıb, aldığınız şeylərin qiyməti isə sanki dayanmadan artır. Bax bu, hamımızın həyatına toxunan inflyasiyanın özüdür. Yaxşı, bəs hər gün eşitdiyimiz bu inflyasiya sözü əslində nə deməkdir? Gəlin bu mövzunu bir yerdə sadə dildə açaq. Bu sual yəqin ki hamımıza çox danışdı, elə deyilmi? Bir anlıq düşünün, bir neçə il əvvəl eyni pulla marketdən çıxanda səbətiniz daha dolu olmurdu. Bu sadəcə bir nostalji hissi deyil, yox. Bu soyuq bir iqtisadi reallıqdır. Və bütün bu hekayənin tam mərkəzində elə o məşhur inflyasiya dayanır. Gəlin məsələni daha konkret görmək üçün bu qrafikə bir nəzər salaq. Baxın, 1970-ci ildə bir fincan qəhvə, cəmi 25 sentidir. Amma zamanla qiymət arta-arta gəlib, 2022-ci ildə təxminən 2 dollara çatıb. Bir saniyəlik dayanıb, düşünək. Qəhvə, yəni bildiyimiz eyni qəhvədir. Bəs onda nə dəyişib? Dəyişən qəhvənin özü deyil, pulun dəyəridir. Pul zəifləyib. Yaxşı, bəs bu gün nələrdən danışacağıq? Birincisi, inflyasiya nədir? Ona baxacağıq. Sonra onun fərqli sürətlərini öyrənəcəyik. Üçüncüsü, bəzən heç fərqinə varmadığımız o gizli qiymət artımlarını üzə çıxaracağıq. Daha sonra görək dövlətlər onunla necə mübarizə aparır və sonda ən vacib məsələlərdən biri olan inam faktorunun bütün bu prosesdəki rolunu anlamağa çalışacağıq. Elə isə gəlin vaxt itirmədən başlayaq təməldən. İnflyasiya dəqiq olaraq nədir və niyə bu məsələ sadəcə qiymətlərin qalxmasından qat-qat daha dərin bir məsələdir? Baxın, ən sadə dildə desək, inflyasiya budur. Məsələ heç də dondurmanın qəfildən daha ləzzətli və ya qiymətli olması deyil, əsla. Əsas məsələ odur ki, sizin cibinizdəki pul öz gücünü, yəni alıcılıq qabiliyyətini itirir və nəticə, eyni məbləğlə indi daha az dondurma ala bilirsiniz. Və bu nöqtə çox vacibdir. Gəlin bunu aydınlaşdıraq. Məsələn, təsəvvür edin ki, bazarda təkcə pomidorun qiyməti qalxıb. Bu qiymət artımıdır, vəssalam. Amma əgər pomidorla bərabər çörəyin, südün, benzinin, geyimin, yəni demək olar ki, əlinizə atdığınız hər şeyin qiyməti davamlı olaraq artırsa, bax bu artıq inflyasiyadır. Biri tək bir məhsula aiddir, o biri isə bütün iqtisadiyyata. Əlbəttə, hər şeyin bir də əksi var, elə deyilmi? İnflyasiyanın əksi də deflyasiyadır. Yəni qiymətlər kütləvi şəkildə düşür, pulunuzun dəyəri isə artır. İlk baxışdan əla səslənir, hə? Amma aldanmayın. Deflyasiyada iqtisadiyyat üçün ən azı inflyasiya qədər təhlükəlidir. Niyə? Çünki hamı düşünür ki, gözləyin, bəlkə qiymətlər daha da düşər və heç kim pul xərcləmir. Nəticədə bütün iqtisadiyyat donub qalır. İndi qaydaq inflyasiyaya. Amma bilməliyik ki, inflyasiya həmişə eyni sürətlə hərəkət etmir. Belə deyək, onun da öz fərqli sürət limitləri var. Gəlin görək bunlar hansılardır. Birincisi, sürünən inflyasiyadır. Bu, çox yavaş, ildə cəmi 2-3 faizlik bir artım deməkdir və hətta iqtisadçılar bunu normal, sağlam bir şey hesab edir. Çünki bu, insanları pullarını xərcləməyə biraz təşviq edir. Sonra gəlir gəzən inflyasiya. Bu artıq biraz daha hiss olunandır. Qaçan inflyasiya isə adından da göründüyü kimi ciddi problemdir və pulumuzun dəyərini gözümüzün qabağında əridir. Ən dəhşətlisi isə 4 nanalı, yəni hiperinflyasiyadır. Bu artıq iqtisadiyyat üçün tam bir fəlakət ssenarisidir. Bu qrafik isə həmin sürətlərin vizual fərqini çox aydın göstərir. Diqqət edin, sürünən inflyasiya xətti demək olar ki, üfüqü uzanır. Çox yavaş, proqnozlaşdırıla bilən, amma hiperinflyasiyanın əyrisinə bir baxın, sanki şaquli bir divar kimi səmaya ucalır. Bax bu, qiymətlərin nəzarətdən tamamilə çıxdığı anın şəklidir. Yaxşı, bura qədər hər şey aydındır. Amma inflyasiya həmişə bu qədər açıq-aşkar olmur. Həmişə qiymət etiketlərindəki rəqəmlərlə özünü göstərmir. Bəzən o, daha gizli, daha deyərdim ki, hiyləgər formalarda qarşımıza çıxır. Bunlardan birincisi shrinkflyasiyadır. Bu söz ingiliscə shrink, yəni kiçilmək, büzüşmək və inflation sözlərinin birləşməsindən yaranıb. Məntiqi çox sadədir, qiymət eyni qalır, amma aldığınız məhsulun özü kiçilir. Növbəti dəfə sevdiyiniz chips paketini açanda içində daha çox hava olduğunu hiss etsəniz və ya şokolad pilətəsi əvvəlkindən daha nazik görünsə, bilin ki, çox güman ki, shrinkflyasiya ilə üz-üzəsiniz. Bu, inflyasiyanın bəlkə də ən çətin sezilən formasıdır. Baxın, burada çox bariz nümunələr var. Solda gördüyünüz şirə qutusu 2 litrdən 1,75 litrə düşüb, amma qiyməti eynidir. Sağdakı çörəyin çəkisi azalıb, qiyməti isə yenə dəyişməyib. Qiymət etiketində heç bir fərq yoxdur deyə, çoxumuz bunu hiss etmirik belə. Amma günün sonunda nəticə eynidir. Biz eyni pulu verib daha az məhsul alırıq. İnflyasiyanın ən hiyləgər forması elə budur. İkinci bir gizli forma isə greedflation adlanır. Bu da ingiliscə greed, yəni tamahkarlıq, hərislik sözündən gəlir. Bu, əslində bir nəzəriyyədir və son vaxtlar çox qızğın müzakirələrə səbəb olur. Nəzəriyyə nə deyir?
Deyir ki, bəzi böyük şirkətlər inflyasiyanı sadəcə bir bəhanə kimi istifadə edir. Məsələn, onların xərcləri cəmi 10% artır, amma onlar fürsətdən istifadə edib qiymətləri 20-30% qaldırırlar. Beləcə, mənfəətlərini süni şəkildə şişirdirlər. Əlbəttə, bu, iqtisadçılar arasında hələ də davam edən böyük bir mübahisədir. Bu karikaturada ideyanı çox gözəl təsvir edir. Bir tərəfdə yüksək qiymətlər altında əzilən istehlakçı var, o biri tərəfdə isə pul yığının üstündə duran şirkət. Və ortadakı əsas sual da budur ki, şirkətlərin bu rekord mənfəəti həqiqətən də artan xərclərin məntiqi nəticəsidir, yoxsa burada bir fürsətçilik var? Və nəhayət sonuncu gizli formamız agflation, yəni aqrar inflyasiya. Aq burada kənd təsərrüfatı, yəni aqrar sektoru bildirir. Bu, birbaşa bizim mətbəximizə, süfrəmizə təsir edən bir şeydir. Məsələn, iqlim dəyişikliyi, quraqlıq və ya pis məhsullarlıq üzündən kənd təsərrüfatı məhsulları bahalaşır. Bu da domino effekti yaradaraq bütün ərzaq qiymətlərini yuxarı çəkir və ümumi inflyasiyanı daha da alovlandırır. Yaxşı, bütün bu problemləri, gizli formaları anladıq. Bəs həll yolu nədir? Hökumətlər və mərkəzi banklar inflyasiya adlanan bu alovla necə mübarizə aparır? Burada adətən bir-birinə tamamilə zidd olan iki əsas yanaşma, iki fərqli düşüncə məktəbi ortaya çıxır. Bu, iqtisadiyyatın ən böyük və ən köklü mübahisələrindən biridir. Sanki iki fərqli düşərgə var. Bir tərəfdə Keynes yanaşma deyir ki, problemi tələbatda axtarmaq lazımdır. Yəni, insanlar və hökumət çox pul xərcləyir, gəlin bunu məhdudlaşdıraq. Vergiləri artıraq, hökumət xərclərini azaldaq. Digər tərəfdəki monetarist düşərgə isə deyir ki, yox, əsas məsələ dövriyyədəki pulun miqdarıdır. Mərkəzi bank faizləri qaldırsın, borc almaq çətinləşsin və beləcə iqtisadiyyat biraz soyusun. Təbii ki, gördüyünüz kimi hər iki yolunda öz riskləri var. Biri iqtisadiyyatı durğunluğa apara bilər, o biri isə işsizliyə. Amma bütün bu iqtisadi nəzəriyyələrin, faiz dərəcələrinin, vergilərin, bütün bu texniki alətlərin fövqündə dayanan bir şey var. Bəlkə də hər şeydən, hamısından daha vacib bir amil inam. Bax, bu qrafik siyasətçilərin üzləşdiyi o ən çətin seçimi, o böyük dilemmanı mükəmməl göstərir. Görürsünüz, bu bir tərəzi kimidir. Bir gözündə inflyasiya var, o birində iqtisadi artım. İnflyasiyanı aşağı salmaq üçün faizləri qaldırırsan, amma bu zaman iqtisadi artımı da boğursan. Yox, iqtisadiyyatı canlandırmaq üçün faizləri aşağı salırsan, bu dəfə də inflyasiya canavarı yenidən oyanır. Bax, bu iki od arasında qalmaq və o qızıl ortanı tapmaq müasir iqtisadiyyatın bəlkə də ən böyük baş ağrısıdır. Və bu sitat məncə bütün məsələnin ürəyini, əsas açarını ortaya qoyur. Məsələ nədir? Əgər insanlar, yəni əhali, hökumətin inflyasiyanı cilovlaya biləcəyinə inanmırsa, nə baş verir? Hər kəs özünü sığortalamağa çalışır. Satıcı qiyməti qaldırır, işçi daha çox maaş tələb edir və bu inflyasiyanı söndürmək əvəzinə ona daha da odun atan bir girdab yaradır. Yəni, demək istədiyim odur ki, ən müasir iqtisadi alətlər belə əgər cəmiyyətdə inam yoxdursa, heç bir işə yaramır. Beləliklə, sizi bütün bu müzakirənin mərkəzində dayanan o fundamental sualla baş-başa buraxırıq. Bir cəmiyyət olaraq bizim üçün hansı daha vacibdir? Qiymətlərin sabit olması, yoxsa iqtisadiyyatın sürətlə böyüməsi? Bu, asan cavabı olmayan, bəlkə də heç bir zaman tək bir doğru cavabı olmayacaq bir sualdır. Və bütün iqtisadi siyasətlərin mərkəzində dayanan o əbədi mübarizə məhz bu çətin seçimdən ibarətdir.